Yaşar bəy, mən prosto düz yollamamışam. Onu kimdisə deyər, güya Qabillə birləşmək. Mən natiqi səhv yollamışam, mən indi baxdım. Qabil kimdir ki, biz onunla birləşək? Bu Qabil təklif irəlisin. Qabilin Azərbaycanın bu quruculuğunda, Azərbaycanın hassa bu haqq ədalət yolunda hansı bir əməli var? Heç bir əməli də yoxdur. Hansı əməli var? Qabil təhqirə layiq, təhqirə lamiz, yəni ağzını açanda söyüşün biri bir qəpiyə. Mən milli müqaviməti niyə sevdim, niyə seçdim, niyə bəyəndim? Öz fikrimi, öz miniyimi deyirəm. Mən burada bir dənə üzür istəyirəm ifadəmə görə, qadınlar da, ağsaqqallar da məni bağışlasın, az da yaşım yoxdur mənim. Yəni, bir dənə burada S hərfindən söz eşitmədim. Qalan harada olursan, canlıya çıxırsan, hamısı biri bir qəpikdir. Ona görə mən sevdim, buraya gəldim, seçdim, buraya gəldim. Həm də Rıza bəy Səfərsoy sözünü demiş, belə deyim də, partiya başqanıdır. Salam mələklər, vaxtınız xeyir olsun. Mən başa düşmürəm. Hələ burada bir təklif sürür, gəlin Qabillə birəntə olaq, gəlin. Niyə Qabil təklif sürmür ki, gəlin Rıza bəylə birləşək? Biz öz içimizdən kiməsə yıxılasıyıq mı? Sən mən Qabil bizə bir addım gəlmirsə, biz niyə ona bir addım getməliyik? Bu bir. İkincisi də nəyə görə biz birləşməliyik? Hamımız Rıza bəy Səfərsoyun yanında, Rıza bəy Səfərsoyun arxasında, Rıza bəy Səfərsoy ilə kürək-kürəyə durub Azərbaycanın haqqı, ədaləti uğrunda mübarizə aparmalıyıq. Nə Qabil, nə kim? Hazır qoy Qabil bizə birləşsin. Salam, hər vaxtınız xeyir, gözəl insanlar. Mən bu Milli Müqavimət kanalında, qrupasında bir nəfərin şəklini gördüm və səsinə qulaq asdım. O insanı siz tanımısınız. Mən özüm Gəncə şəhərliyəm, Qarabağ əliliyəm, 1-ci Qarabağ müharibəsinin qazisiyəm. Ukraynada, Xarkov şəhərində müalicə alırdım. Bu insan başqa bir insanın vasitəsilə tanış olmuşam. Qazaxlıdır. Qazaxlara mənim böyük hörmətim var. Qazaxdan alimlər, igidlər çıxıb. Bu gün də var, şükürlər olsun. Mənim yaxın dostlarım da var Qazaxdan. Bu Qazax əhlinə, Qazax cəmiyyətinə üz qarasıdır, həmən bu gədə. Bu insan demək də adam biraz çətini çəkir. İki ayaqlı bir məxluq. Xarkovda yaşayıbdı. Mən də Xarkovda, Balnisada müalicə alırdım. O 1-ci Qarabağ müharibəsinin onsuz da əziyyətlərini hər bir adam çəkir, orada döyüşən insanlar. İstəmirəm uzun bu söhbət edim. Mən Balnisada yata-yata mənim pulum olubdu bunda. Mənim pulumu götürüb qaçmışdı. Tək mənim yox. Xarkovda bir neçə nəfərlərin mal alıbdı hamısından. Satıb pulunu göyə verəcəkdi. İndi adətdə də millət millətə köməklik eləyir. Biri-birinə aparmalı sat, pulu sonra gətirərsən. Onların insanlığından, kişiliklərindən, mədəniyyətindən istifadə eləyib bu. Qalxın pullarını elə malı satıb pulunu verməyibdi. Qaçıb gedibdi. O cümlədən də mənim dərman pulumu. Deməli, bunun ailəsi xaricdə yaşayır. Çünki müharibə düşəndə bunun ailəsi də Gürcüstanlıdır. Allah hamısını sağ eləsin. Mən onun ailəsi haqqında heç nə deyə bilmərəm. Ailəsi də xanımı, yəqin ki, hansısa da bir gözəl bir ailənin qızıdır, xanımıdır. O haqda heç kimin pis söz deyə bilməz. O düzgün deyil. Çünki bizim mədəniyyətimizə də uyğun gəlmir o, nə də tərbiyəmizə. Amma bu əxlaqsız, bu tərbiyəsiz iki ayaqlı qrupalara daxil olub, qalxın ayağa Azərbaycan, birləşək, belə bir şüarlar işlədir. Siz başa düşməlisiniz ki, bu Qazaxda həbs olunubdur. O vaxtda Azərbaycan Xalq Cəbhəsi devrində hansısa da qrupalarda olubdur bu, dəstədə olubdur. Deməli, əgər
yadınızdadsa da həmişə belə bir söhbət olurdu ki, qışqırışırdılar, erməni gəldi, qaçın. Yazıq kənd cəmiyyəti da sakit əhali kənd rayonu boşaldıb qaçırdılar, heç nəyə götürə bilmirdilər. Həmən o şüarı qışqıran bunlar olubdu, bunların dəstəsi olubdu. Cəmiyyət kəndi rayonu boşaldandan sonra bunlar girib xalqın mal qarasını, evin əşyalarını oğruyurlarmış. Onun üstündə də həmən bu gədə tutulub həbs olunubdu. O maddə ilə. Deməkdə məqsədim odur ki, ehtiyatlı olan bu iki ayaqlıdan, bu məxluqdan onu yaxın salmayın. Kimə nəyə çatmır, həmişə ondan çox danışır. O qeyrətdən, kişilikdən danışır. Onda qeyrət, kişilik yoxdur. Onda qeyrət, kişilik olsaydı, birinci, mən Qarabağ qazisi, mənim dərmapolumu götürüb qaçmazdı. Oradakı Azərbaycanlılardan mal götürüb satıb, pulunu verməyib qaçıbdı. Yəni, çox sübutlarım var əlimdə. Bu Zakarpatiyaya gedib ki, Zakarpatiyadan da bilirsiniz ki, Qranisadda Avropaya, oradan keçmək istəyibdi ailəsinin yanına. Nəsə, o Şamxordan cavan oğlanlar var, Allah hamısını sağ eləsin. Onlarla əlaqə mən saxladım. Onlar bunu tutub orada saxladılar. Məni dəvət elədilər, mən də getdim ora. Bəli, onu orada cəzalandırdılar. Dostlar, üzr istəyirəm. Bu haqda söhbət elədim, bu gədə haqqında. Adı Vüqardır. Adı Vüqardır. Tanıyasınız. Şəkili də var, şəkili də göndəriləcəkdir. Dəqiq baxın. Belə bir məxluqları qrupaya yaxın qoymayın. Heç kimin əlaqəsi yox. Tanımayanlar ona haqq qazandırırlar. Yəni ki, sən düzgünsən, güya onda bir qeyrət var, kişilik var. Onda qeyrət, kişilik olsa, haykü salıb cəmiyyəti Kəttin rayonundan qoylatdırıb, sonradan girib xalqın malını oğramazdılar və onunla da o maddə ilə də həbs olunubdu. Və Qazaxda öz xalasını banka saldırıbdı, bankda xalasının adını pul götürüb, onu da götürüb qaçmışdı. Yazıq xalası pensiyasından banka pul ödəyirdi. Bu qədər. Allah qorusun sizləri. Sağ olun.